Herkese salam. Bugün Bakı Ali Neft Məktəbində Ağşəhər korpusunda bir vlog çəkəcəm. Bəxtimlə bugün imtahan günüdür və imtahan günü sizlərə bir günümü çəkmək istədim. Sizə həmin korpusu göstərəcəm. Balacadır, amma görmək istəyənlər var idi və bir-iki məlumat da verəcəm. İmtahandan sonra hisslərimi də paylaşacağam. Belə. Dostlar, deməli Ağşəhərə çatdım. Baxın, Ağşəhər belədir. İndi tam detalda göstərərəm. Dostlar, Ağşəhər bu vəziyyətdədir. Yəni buranın vəziyyətinə mən baxıram. Əgər rayondan və s. gəlirsə, yəni buralar sizə tanış gəlsin deyə göstərirəm. Burada da avtobus dayanır, avtobus dayanacağı var buralarda. Dostlar, burada maşın yolunda video çəkirəm. Az qalsın maşın mənə vururdu. Dostlar, deməli burada 32 saxlayır, 20 saxlayır, 72 saxlayır, bir də 46 saxlayır səhv eləmirəmsə. İstəsəniz burada videonun başında qeyd eləyərəm, yəni yazaram böyük ihtimal. Heç nə belə, indi imtihana gedirik, görək nə olur. Biraz da küləklidir. Mikrofonunuza taxmamışam. Kompüter nə idi? Telefonun mikrofonunu çəkirəm. Görək, burada yəni vəziyyət yaxşıdır burada. Dostlar, bir də belə bir şey deyim. Normalda əgər bu yolu keçmək istəyirsə, baxın, universitet o tərəfdədir. O tərəfdədir, yəni yolun o birisi tərəfindədir. Əgər buradan gələcəksinizsə, yolu alt keçidlə keçməlisiniz. Buradan. Bəli, indi alt keçiddən keçirik. İmtahana 1 saat qalıb. Yəni eşitdiyimə görə uşaqlardan eşitdim ki, yəni imtahan normal keçirmiş. İmtahanı partladacaq inşallah. Keçə öyrənməmişəm. Amma ki, bitər həll eləyəcəm. Bəli, yolu keçdik. Bundan sonra yolu keçəndən sonra buradan keçməlisiniz. Deyirlər imtahan çox asan düşüb. Yəni suallar IELTS kimi bir imtahan veririk hazırda. Final imtahanı görək oradan nə olacaq. Prosta ki, deyirlər, normal düşüb, yəni, bilmirəm, inşallah ki, yazarıq, mən yavaş-yavaş gedirəm. Və deyirlər, çox asan deyə, yəni, 10 nəfər gördüm, onu da dedi ki, çox asandır. Yəni, mən bu qədər əziyyəti boşuna çəkdim. Bəli, korpusumuz belədir, yox, bura korpus deyil, dəqiqə, belə. Çox adam olur. Tam göstərə bilmirəm. Buradan keçirsiniz. Belə. Baxın, gördüyünüz kimi. Burada da bir oturma yeridir. Gəl içəriyə girək. Bura bufetdir. Gəlin keçək buradan həyətə. Öyle gidiyor. Şunlar bizi qovaladılar universitetə görə. Sizi göstərəcəm ha. Göstərim sizi. Göstərməyim. Və onu deyim ki, imtahan da normal keçdi, speaking imtahanı idi. Yəni normal. Yəqin keçərəm. Yəni belə çox göstərə bilmədim. Yəni normal bir vlog oldu. Çox qısa bir vlog olacaq. Hər kəsə bir daha salam, mən Süphan. Keçən dəfə Ağşəhər vlogu çəkmişdim. Videonu sonlandırmağa vaxtım olmadı. Ağşəhəri çox yaxşı göstərə bilmədim, Ağşəhər korpusunu. Bizi qovaladılar imtahana görə. Yəni imtahan müddətində imtahan binasında olmaq olmaz, çünki istər-istəməz qarşılıqlı olur. Korpusda balacadır deyənə, indi orada siz özünüz gördünüz. Yəni
BB-Heybət korpusuna nisbətən balacadır. Yəni çox göstərməlik bir şey də yox idi. Yəni göstərə biləcəyim qədər göstərdim. Bufeti göstərdim, çölü göstərdim. Biraz koridoru göstərdim. Orada siz özünüz görəcəksiniz yəqin. Böyük ehtimal göstərmişəm. Sonra bir də özümüz haqqında, yəni özümü çəkdim, dostlarımı çəkdim. Ki əgər dostlarımın icazəsi oldusa, əgər videoda görəcəksiniz. İndi hələ ki icazə almamışam. Hə, belə. Yəni qısaca belə deyim ki, Bakı Ali Neft Məktəbində oxumaq disiplin istəyir. Biraz çətindir. Bu günə qədər video gəlmirdi, elə buna görə gəlmirdi. İmtahanlar biraz çətin idi deyənə. Video çəkə bilmirdim. İmtahanlara hazırlaşırdım. Xüsusən ingilis dili zəif olanlar üçün Foundation kursu çox çətin keçir. Məndə də elə oldu. Ən zəif qruplardan birində idim deyənə, məndə də artıq ingilis dili çox zəif idi. Nəhayət ki, hazırda ingilis dilim yaxşı səviyyədədir. Sağ olsun Bakı Ali Neft Məktəbi artıq yaxşı səviyyədədir. İmtahan da verdim. İnşallah ki keçəcəm. Keçə bilməsəm də bundan sonraki resit var. Yəni ki, əgər ingilis diliniz zəifdirsə, Foundation sizə çox çətin gələcək. Məsələn, mən ən zəif qruplardan biri idim. İmtahandan, yəni kəsiləcəm deyə çox qorxurdum. Yəni imtahanı verə bilməsəm gələn ilə qalırdım. Yəni bir də bunun yay tətili və s. Burada Foundation kursunda elə bir şey yoxdur. Yəni Foundation üçün yoxdur ki, onsuz da xarici ölkələrdə də belədir. Foundation keçə bilmədin, 1 il təzədən oxuyursan, həmçinin pul da təzədən verirsən. Düzdür, final artıq verdik. Elə həmin gün video çəkdiyim gün final günü idi. Son imtahan günü idi. Bundan sonra yenə də imtahan verəcəm, əgər kəsilsəm. Düzdür, çətindir. Mənə görə daha doğrusu çox çətin idi. Ümumiyyətcə banıma necə daxil olmaq olar? Banım haqqında çox geniş, ətraflı belə bir video çəkəcəm, qarşılıqlı olaraq belə görəcəyiniz şəkildə. Ümid edirəm ki, xoşunuza gəldi. Əgər yenə vlog istəsəz, Ağşəhərdə desəz ki, yox məni kifayət eləmədi, daha çox şey görmək istəyirəm, çəkə bilərəm. Amma 3 aydan sonra, hazırda tətildir. Əgər hər hansı bir konseptdə video gəlməsini istəyirsə, mənə aşağıda bu videoya şərhlərdə bildirin. Bakı Ali Neft Məktəbi haqqında ayrıca bir video gələcək. Necə qəbul olmaq olar, necə Foundation kursunu keçmək olar, IELTS və s. dərslər necədir, bu kimi çox videolar gələcək. Məndən bu qədər. Ümid edirəm ki, videomuzu bəyəndiniz. Hələlik sağ-salamat qalın. Görüşənədək sağ olun.